Birinci növbədə müəllimlər, bunu mən ödənişsiz qrupa da link atmışam. Hamı üçün izahım verəcəm və çalışacağım ki, ən xırda məqamına qədər sizlər üçün ətraf aləm və tanışlığı tam şəkildə izah edim. Sizlərdən xahişim, kanala abunə deyilsinizsə kanala abunə olursunuz. Videonu bəyənməyi və rəylər qismində öz rəyinizi yazmağı da unutmazsınız, zəhmət olmasa. Deməli, müəllimlər, bugün ətraf aləm və tanışlığın izahını verəcəm. Ətraf aləm və tanışlıq məşğələsi bizim üçün çox önəmli məşğələlərdən biridir. Hansı ki, istər MİQ olsun, istər sertifikasiya olsun, ən çox sualların düşdüyü bir məşğələdir. Suallar nə yöndə düşür? Sonda onu da qeyd edəcəm ki, MİQ imtahanında, məsəl üçün ən son olan MİQ imtahanımızda 2025-ci ildə suallar hansı yöndə düşmüşdü? Onların da hər birini sizə deyəcəm. Amma ilk öncə izahı verim, daha sonra onlara da toxunarıq. Birinci növbədə standartlar. Mən hər məşğələni izah edəndə deyirəm. Deyirəm ki, müəllimlər, ən birinci növbədə çalışın, standartları mənimsəyəsiz. Hansı ki, biz testlər işlədiyimiz zaman orada görürsünüz. Necə düşür suallar? Deyir ki, öz adını deyir və yaxınlarını sadalayır. Bu alt standarta uyğun məqsəd deyil. Məsəl üçün, bu formada bir sual oxumuşduq biz hansı ki, keçən dərslərimizdə. Orada biz nəyə diqqət yetirdik? Mən müəllimlərə dedim ki, ya baxın alt standartın özünə, ya baxın yaş qrupuna. İki məqamdan birini bilməlisiniz ki, siz ona uyğun məqsədin olub-olmadığını tapa biləsiniz. Məsəl üçün, mən baxıram, öz adını deyir və yaxınlarını sadalayır alt standartını verib. Amma məqsəddə deyir ki, uşaq vətənini adlandırır. Deməli, avtomatik bu vətənini adlandırma ikinci körpələrdədir. Və burada sadalamaq var. Deməli, adlandırmaq artıq bu alt standartın məqsədinə aid olmayacaq. Yəni, belə məqamlar üçün bizim standartları bilməyimiz bizim üçün daha önəmlidir. Ona görə də həmişə standartları yaş qrupları üzrə mənimsəməyimizi daha çox sizlərə məsləhət görürəm. Və bilirsiniz, ətraf aləmlə tanışlıq və nitq inkişafı məşğələsi yaş qrupları üzrə fərqli-fərqli adlarla verilir. Belə ki, 1-3 yaş dönəmində ətraf mühitlə tanışlıq və nitq inkişafı adlanır. Artıq 3 yaşdan sonra orta qrupdan etibarən ətraf aləmlə tanışlıq və nitq inkişafı adlanır. Ta ki 5 yaşa qədər. 5 yaşdan sonra isə savad təliminin artıq proqrama daxil olmasıyla ətraf aləmlə tanışlıq məşğələsi nitq inkişafını savad təliminin tərkibinə təhvil verərək özü tək ətraf aləmlə tanışlıq və ətraf aləmlə tanışlıq adlanacaq. Yəni 1-3 yaşda ətraf mühitlə tanışlıq və nitq inkişafı, 3 yaşdan 5 yaşa qədər ətraf aləmlə tanışlıq və nitq inkişafı, artıq 5 yaşdan 6 yaşa qədər isə sadəcə ətraf aləmlə tanışlıq adlanacaq. Bu belə. Və ətraf aləmlə tanışlıq məşğələsinin standartı 2.1-dir. Yəni, ikinci inkişaf sahəsinin birinci əsas standartı bizim ətraf aləmlə tanışlıq məşğələmizə xidmət edəcək. Başlığı da necədir? Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. Hansı ki, bu məşğələmizin 2 dənə qismi var. Bir var müşahidəsi, bir var müsahibəsi. Müşahidəsi ətraf aləmə, müsahibəsi isə nitq inkişafına xidmət edəcək. İndi gəlin alt standartlarını təhlil edək. Birinci növbədə müəllimlər, əgər kodları belə öyrənmək istəsəz, hansı ki, bir çox müəllimlərimiz, elə öz müdavimlərimdən götürürəm, deyir ki, mən dərinliyi ilə bilmək istəyirəm. Onda biz kodları da asan bir yöntəmlə mənimsəməliyik. Məsəl üçün, 2-1-1 deyəndə avtomatik bilməliyəm ki, burada öz daha çox rol oynayır. Baxın, öz, fikir verirsiniz. Birinci körpələr öz, ikinci körpələr öz, orta qrup öz, böyük qrup öz, məktəbə hazırlıq öz. Yəni, hər yaş qrupunda öz sözü var. Deməli, 2-1-1-i əgər kodla da yadımda saxlamaq istəsəm, burada öz sözlərini yadımda saxlamalıyam. Öz, öz, öz. Birinci olaraq qaydamız 2-1-1 öz sözü ilə yaddaşımızda qalsın. Və əgər yaş qrupları üzrə mənimsəmək istəyirəmsə, belə yadımda saxlayacağam. Uşaq əgər öz adını deyir, yaxınlarını sadalayırsa birinci körpələr. Necə? Müəllimə uşağa sual verir. Adın nədir? Uşaq cavab verir. Mənim adım Lalədir. Sonra müəllim, ananın adı nədir? Uşaq deyir, anamın adı Ayseldir. Məsəl üçün, bu artıq uşağın öz adını deməsi və yaxınlarını sadalamasıdır və birinci körpələrdədir. İkinci körpələrdə artıq
uşaq özünü, ailə üzvlərini və vətənini adlandırır. Fikir verirsiniz, birinci körpələrdə vətən yox idi. Amma artıq ikinci körpələrdə vətən anlayışı daxil oldu. Deməli, sabah testdə sual versə ki, uşaqlarda ətraf aləm və tanışlıq məşğələsində fəal vətəndaşlıq mövqeyinin əsası hansı yaş qrupundan qoyulur? Qəşəng sualdır, hə? Deyəcəksiniz ikinci körpələrdən. Hardan bildik? Oradan bildik ki, standart olaraq vətən anlayışı ikinci körpələrdən etibarən öz əksini tapacaq. Bu belə. Və burada necədir? Burada da situasiya olaraq belə deyə bilərik. Müəllim uşaqlara sual verir. Sənin adın nədir? Uşaq cavab verir. Mənim adım Muraddır. Müəllim davam edir. Bəs atan kimdir? Uşaq cavab verir. Atam, məsəl üçün, Əlidir. Müəllim, biz harda yaşayırıq? Uşaq cavab verir. Biz Azərbaycanda yaşayırıq. Deməli, bu artıq ikinci körpələrdə uşaqlarda formalaşan bir alt standart olacaq. Orta qrupda uşaq özü, ailəsi, vətəni haqqında suallara cavab verəcək. Yəni, özü, ailəsi, vətəni haqqında suallara cavab vermək orta qrupdadır. Sadalamaq 1, adlandırmaq 2, suallara cavab vermək orta qrupda olacaq. Suallara da cavabı necə verəcək? Harda yaşayırsan? Bakıda yaşayıram. Bəs sənin ailəndə kimlər var? Uşaq cavab verəcək. Anam var, atam var, nənəm var, bacım var, qardaşım var. Bu formada. Bu artıq orta qrupdadır. Böyük qrupda uşaq ailəsi haqqında, vətəni haqqında, milli mənsubiyyəti haqqında, əşyalar, hadisələr haqqında məlumat verəcək. Məlumat da vermək nə deməkdir? Artıq bu dönəmdə, məsəl üçün, deyirəm ki, Ayxan, sən haralısan? Uşaq cavab verir, mən Azərbaycanlıyam. Ailəndə kimlər var və onlar hansı işlərlə məşğuldular? Artıq başlayacaq özü ailəsi haqqında, vətəni haqqında uşaq məlumatlar verəcək. Buna deyilir 4-5 yaş. Bir daha təkrarlayıram. Sadalayır 1, adlandırır 2, suallara cavab verirsə orta, məlumat verirsə böyük, təqdimat edirsə məktəbə hazırlıqdır. Açar sözlərimiz belə olacaq. Təqdimat, məktəbə hazırlıq, məlumat böyük qrup, suallara cavab orta qrup, adlandırma 2, sadalama 1-ci körpələr. 2-1-1 kodunu da yadımızda saxlamaq istəyiriksə, öz sözü ilə yadımızda saxlamağımız kifayətdir. Sonra keçid edirik 2-1-2-yə. Bəs 2-1-2-ni necə yadımızda saxlayaq desəz, 2-1-2-ni yadımızda saxlamağın üsulu müəllimlər. Mənim öz evristik metodum belədir ki, 2-1-2-ni mən yadımda daha çox sadə sözü ilə yadımda saxlamışam. O da birinci və ikinci körpələr qrupuna əsasən. Necə? Məsəl üçün, görürsünüz burada. Deyir, sadə suallara reaksiya verir. Və biz bunu əvvəl də demişdim sizə. Reaksiya adətən uşağın hələ körpəlik dönəminə xas olan bir xüsusiyyətdir. Hətta biz Piageni öyrənəndə orada hissi hərəki mərhələni xarakterizə edəndə demişdik axı, reaksiya, reflekslər harda olur? Adətən 0-2 yaş dönəmində, yəni 1-2 yaş dönəmində özünü göstərir. Ona görə də reaksiya bizim üçün açar sözü olmalıdır. Harda reaksiyanı görsək, birinci körpələr. Artıq uşaq sadə suallar əsasında danışırsa, ikinci körpələrdir. Uşaq əşyalar və şəkillər üzrə danışırsa, orta qrupdur. Müşahidə etdikləri barədə danışırsa, böyük qrupdur. Verilmiş mövzu ətrafında səbəb-nəticə əlaqəsini izah edirsə, məktəbə hazırlıqdır. Bu nə deməkdir? Verilmiş mövzu ətrafında səbəb-nəticə nə deməkdir? Onu xüsusilə izah edim, onsuz da digərləri rahatdır. Belə ki, müəllimlər. Məsəl üçün, müəllim soruşur. Bizim sual verir ki, müəllimə. Yağış mövzusu haqqında bir sual verir və deyir ki, uşaqlar, yağış haqqında danışın. Uşaq başlayır yağış haqqında danışmağa. Yağış torpağı isladır, otlar böyüyür. Yağış olmasa otlar böyüməz. Neynədir? Müəllimənin verdiyi mövzu ətrafında səbəb-nəticə əlaqəsini quraraq həmin mövzunu müəyyənləşdirə bildi. Yəni, səbəb-nəticə əlaqəsini müəyyənləşdirə bildi. Deməli, onda belə yadımda qaldı 2-1-2-də. Reaksiya 1. Sadə suallar 2, şəkillər orta qrup, müşahidə etdiyi barədə danışmaq böyük qrup, verilmiş mövzu ətrafında səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək isə məktəbə hazırlıq qrupunda yer alacaq. Bu formada yadımızda qalsın. Gəldik 2-1-3-ə. 2-1-3 daha çox müşahidələrə əsaslanan bir standartdır. Daha çox uşaqların müşahidə edərək öyrəndiyi bir standartdır. İndi gəlin bunu da necə yadımızda saxlayaq. Məsəl üçün,
Birinci körpələrdə deyir ki, uşaq müşahidə etdiyi əşyaları göstərir və bədən üzvlərini göstərir. Necə göstərir? Ayxan, qulağın hanı? Nənəyə göstər. Neyniyəcək? Göstərəcək. Ayxan, pərdə hanı? Anaya göstər. Neyniyəcək? Göstərəcək. Bəs ağzın hanı? Burnun hanı? Qaşın hanı? Neyniyir? Uşaq müşahidə etdiyi əşyaları, gördüyü əşyaları, istərsə də orqanlarını, bədən üzvlərini başlayacaq göstərməyə. Hansı yaş qrupunda? Birinci körpələr qrupunda. İkinci körpələrdə artıq bir qədər çətinləşir. Hansı ki, varislik prinsipinə əsasən, alt standartın davamlılıq prinsipinə, davamlılıq funksiyasına əsasən neyniyir? Sadədən mürəkkəbə doğru addım-addım mürəkkəbləşir. Artıq burada göstərməkdən ziyadə uşaq adlandıracaq. Deməli, göstərmək 1, adlandırmaq 2, müşahidə etdiklərini fərqləndirmək orta, ətraf aləmdə baş verən hadisələri adlandırmaq isə böyük qrupdadır. Baxın, adətən adlandırmalar ikinci körpələr qrupuna təsadüf edir. Amma yeganə böyük qrupda ətraf aləmdə baş verən hadisələri adlandırırsa, bu böyük qrupda olacaq. Bu da necə? Məsəl üçün, pəncərədən uşaq baxır və deyir, yağış yağır. Günəş çıxanda isə deyir, müəllimə, günəş çıxır. Avtomatik neynədir uşaq? Ətraf aləmdə baş verən hadisələri adlandırmış oldu. Hansı yaş qrupunda? Böyük yaş qrupunda, 4-5 yaşda. Artıq məktəbə hazırlıq qrupunda isə uşaq ətraf aləmdə baş verən hadisələr, iqlim, heyvan, ev heyvanı olsun, vəhşi heyvan olsun, bitkilər olsun, təbiətdəki müəyyən qədər dəyişikliklər olsun, onlar haqqında ilkin təsəvvürlərini təsvir edəcək. Deməli, müəllimlər, məktəbə hazırlıqda daha çox iqlim sözü ilə yadınızda saxlayırsınız. Harda iqlim varsa, harda ilkin təsəvvürlərini təsvir etmək varsa, bilin ki, məktəbə hazırlıq qrupunda bu standart yer alacaq. Deməli, göstərmək 1, adlandırmaq 2, fərqləndirmək orta, ətraf aləmdə baş verən hadisələri adlandırmaq böyük qrup, iqlim sözündə gördüyümüz halda məktəbə hazırlıq qrupu olacaq. Gəldi 2-1-4-ə. 2-1-4-ü də canlı və cansızla yadınızda saxlayarsınız. Yəni, kod olaraq deyirəm, canlı və cansız 2-1-4 standartındadır. Burada da əgər yenə göstərirsə birinci körpələr. Bu formada yadınızda qalsın. Uşaq, məsəl üçün deyirəm ki, qapını göstər, mənim göstərişim əsasında göstərir da, düzdürmü? Birinci körpələrdədir. Adlandırma varsa ikinci körpələr, fərqləndirmə varsa orta qrup, nəticə çıxarırsa böyük qrup, artıq canlı və cansız aləmin obyektlərini qruplaşdırırsa, düzgün davranış nümayiş etdirirsə, qiymətləndirirsə, bu artıq məktəbə hazırlıq qrupunda yer alacaq. Bu da belə. Gəldi 2-1-5-ə. 2-1-5-də müəllimlər sualların köməyi ilə artıq yenə gülü ağacı göstərəcək. Ayxan, gül hardadır? Bəs ağac hardadır? Bu formada sualın köməyi ilə gül ağacı göstərmək yenə birinci körpələrdir. Hansı ki, 2023-cü ilin qəbulunda düşmüş bir sualdır bu. Necə düşmüşdü? Deyirdi ki, Ayxan qrup otağında, uşağın adını şərti deyirəm, orada başqa bir adı idi, oturur və qulağına birdən bir it səsi, yəni bir heyvan səsi gəlir və Ayxan həmin heyvanın səsinə əsasən müəyyənləşdirir ki, bu heyvan itdir. Deməli, bu hansı yaş qrupuna aiddir? Əlbəttə ki, birinci körpələr qrupuna. Hardan bilirəm? Çünki standartı bilirəm. Çünki alt standartı hansı yaş qrupuna aid olduğunu bilirəm. Yəni, bu formada. Ona görə deyirəm, standartlar çox önəmlidir. Ən azından bu standartları bilən müəllimlər, hamısını bilən müəllimlər üçün deyirəm, rahatlıqla 20 sualı çox rahat bir formada cavablandıra biləcək imtahanda. Çünki məktəbə qədərin əsasını elə bu standartlar əhatə edir. Yəni, dövlət gördüyünüz bu 4 inkişaf sahəsinin standartından kənar bir mövzu verə bilməz imtahanda. Ona görə hər bir kəs bilməlidir ki, məktəbə qədərin əsasını, kurikulumun əsasını, hansı ki, bilirsiniz, kurikulumda bir var məzmun, bir var strategiya, bir də var qiymətləndirmələr. Yəni, ona görə bir növ kurikulumun əsasını bilmək istəyən müəllimə birinci növbədə 4 inkişaf sahəsinin standartlar üzrə tam şəkildə bilməlidir. İkinci körpələr qrupunda uşaq ətraf mühitdəki obyektləri xarici əlamətinə görə fərqləndirəcək. Məsəl üçün, qapı ilə pəncərəni xarici əlamətinə görə fərqləndirəcək. Orta qrupda artıq uşaqlar
ətraf aləmdə baş verən proseslərə dair suallar verəcək və özləri sadə ifadələrlə deyəcək. Böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir və s. Məsəl üçün, payızda yarpaqlar tökülür. Qışda yarpaqlar ağ rəngdə olur, yazda yarpaqlar yaşıllaşır. Avtomatik bu orta qrupdur. Artıq uşaq təbiət, sosial, ekoloji barədə suallar verirsə, məsəl üçün, müəllimə, biz niyə görə təbiəti təmiz saxlamalıyıq? Müəllimə, biz niyə görə yerə zibil atmamalıyıq? Müəllimə, biz niyə görə növbə gözləməliyik kimi suallar verirsə, böyük qrupdadır. Hansı ki, biz buna deyirik təbiət, sosial və ekoloji barədə suallar vermək. Bu da böyük qrupdadır. Artıq uşaq tədqiqat zamanı yaranan problemlərin həll yollarını müəyyən edirsə, məsəl üçün, su ilə bağlı bir araşdırma aparır və su birdən-birə tökülür yerə. Avtomatik uşaq həmin suyu silir. Oranı təmizləyirsə neynədir? Araşdırma zamanı yaranan problemin həll yolunu müəyyən edib aradan qaldırmış oldu. Hansı yaş qrupunda? Məktəbə hazırlıq qrupunda. Bu formada yadınızda qalsın. Sonra gəldi 2-1-6-ya. 2-1-6. Bu daha çox uşaqların hansı ki, gündəlik bağçaya gəldiyi zaman evdən bağçaya qədər onların gördüyü, yaşadıkları bir növ ona aid bir standartdır. Məsəl üçün, ətraf mühitdə baş verən hadisələri bir-iki sözlə ifadə edir. Məsəl üçün, neyniyəcək? Oradan evdən bağçaya gəldiyi ana qədər olan yaşadıklarını, ətraf mühitdə baş verənləri bir-iki sözlə ifadə edəcək. Bu birinci körpələrdədir. Məsəl üçün, uşaq deyir ki, mən gələndə qar yağırdı və yaxud mən pəncərədən yağış yağır. Müəllim deyir, bax, nə olur? Uşaq cavab verir, yağış gün çıxanda isə uşaq sevincək deyir ki, günəş, yəni hələ belə deyək, bir-iki sözlə onu ifadə edir birinci körpələrdə. Özü yaxınları və ətraf mühitdə baş verən hadisələr haqqında fikrini ifadə edirsə ikinci körpələr, gündəlik rast gəldiyi, ona tanış olmayan obyektlər, hadisələr haqqında məlumat almaq üçün suallar verir. Ana, niyə görə, tutaq ki, deyirəm, qapı açılır? Ana, niyə görə qışda yarpaqlar yerdə olur? Ana, niyə görə payızda yarpaqlar saralır? Yəni, bir növ uşaq artıq neynir? Daha çox sual verir. Harada? Orta qrupda. Daha çox uşağın təbiət barədə, ona tanış olmayan hadisələr barədə sualları orta qrupa təsadüf edəcək. Gündəlik rast gəldiyi hadisələrin səbəb-nəticə əlaqəsi isə böyük qrupdadır. Məsəl üçün, uşaq bilir ki, yağış yağanda torpaq ıslanır və sonra güllər böyüyür. Avtomatik artıq neynədir? Yağışla gülləri əlaqələndirdi. Yəni, gündəlik rast gəldiyi hadisələrin səbəbini və nəticəsini müəyyən etdi. Harada? Böyük qrupda. Amma verilmiş mövzu ətrafında səbəb-nəticə o məktəbə hazırlıq idi. Deməli, səbəb-nəticə iki yerdə var. Bir böyük qrupda var, bir məktəbə hazırlıqda. Necə yadımızda saxlayaq? Gündəlik rast gəldiyi desə böyük qrup, verilmiş mövzu desə məktəbə hazırlıq. Harada da səma cismi, iqlim görsəz, yenə o da məktəbə hazırlıq qrupuna təsadüf edəcək. Bu bizim standartlarımız. Ümid edirəm ki, aydın oldu müəllimlər. İndi sualınız varsa verə bilərsiniz. Yoxdursa davam edək. Var sualınız? Yoxdur, tamam. Müəllimə, olar bir dənə sual verim. Aha. Burada indi deyilir ətraf aləmlə tanışlıq, bir də nitq inkişafı. Bu nitq inkişafını necə ayrı eləyir? Biz ayrı edir. Ətraf aləmlə nitq inkişafı. Nitq inkişafı daha çox uşağın adlandırması, daha çox uşağın danışması. Hansı ki, siz günün birinci yarısında müşahidə verirsiniz, günün ikinci yarısında müsahibə verirsiniz. O müşahidə ətraf aləmdir, müsahibə isə nitq inkişafıdır. Aydın oldu mu? O formada. Yəni, müşahidə edirsə ətraf aləm. Artıq siz ona sual verirsiniz, o sizə cavab verirsə, o artıq müsahibədir və nitq inkişafını özündə biruzə verir. Aydın oldu mu? Bəli, çox sağ olun müəllim. Siz sağ olun. Siz sağ olun. İndi müəllimlər, ətraf aləmlə tanışlıq məşğələsi bizə bir yerdən tanışdı. Deyin hardan? Emilian yanaşmasından. Hansı ki, biz Emilian yanaşmasını öyrənəndə demişdik, uşaqlarda Emilian yanaşmasını əsas etibarı ilə daşıyan məşğələ ətraf aləmlə tanışlıq məşğələsidir.
Və ətraf aləmlə tanışlıq məşğələsi uşaqlarda səriştələrdən də bizə tanış olmalıdır. Hansı səriştələrdən? Fəal vətəndaşlıq mövqeyi səriştəsindən ki, bayaq da qeyd etdim. Ətraf aləmlə tanışlıq məşğələsi 2-ci körpələr qrupundan etibarən uşaqlarda fəal vətəndaşlıq mövqeyinin əsasını qoyur, bünövrəsini qoyur. Deməli, əlaqələndirsək yanaşmalardan Emilia, yəni Loris Malaguzzi, səriştələrdən fəal vətəndaşlıq mövqeyi və ünsiyyət səriştəsi bu məşğələdə çox önəmlidir. Və biz keçməmişik, amma deyim, tələbatlardan da idraki tələbat və ünsiyyət tələbatı birbaşa olaraq ətraf aləmlə tanışlıq məşğələsində qarşılanır. Belə ki, idrac tələbatını müşahidə, ünsiyyət tələbatını isə müsahibə ödəmiş olur. Və ətraf aləmlə tanışlıq məşğələsi daha çox bizim yaddaşımıza necə? Mahiyyəti ilə, pedaqoji cəhətdən əhəmiyyəti ilə necə yaddaşımızda qalmalıdır? Burada əsas məzmun budur ki, uşaqlar ətraf aləmlə gündəlik olaraq qarşılaşdığı təbiətlə, cəmiyyətlə bir növ neyniyəcək? Təmasda olacaq. Yəni, təmasda olarkən də uşaqda təfəkkür inkişaf edəcək, uşaqda müşahidəçilik inkişaf edəcək, uşaqda nitq inkişaf edəcək, duyğu inkişaf edəcək. Yəni, uşaqda nələr inkişaf etdi? Təfəkkür, müşahidəçilik, nitq, duyğular və s. və ilahır. Bu şəkildə uşaqda inkişaf edəcək. Talıbovun belə bir fikri var. Deyir ki, təbiətə baxmaq yox, dərk etmək və səbəb-nəticə əlaqəsini anlamaq lazımdır. Ona görə də ətraf aləmlə tanışlıq məşğələsi uşaqlar üçün buna bir vasitədir. Yəni, uşaq sadəcə təbiətə baxmır, təbiətin qanuna uyğunluqlarını, təbiətdə baş verənlərin səbəb-nəticə əlaqəsini də dərk etmiş olur. Nəyin sayəsində? Müşahidəsinin sayəsində, nitqinin sayəsində, duyğularının sayəsində. Hansı ki, burada müşahidələr çox önəmlidir. Hansı müşahidələr? Uzun müddətli müşahidələr, qısa müddətli müşahidələr. Bir də üstə gəlin təhlil edici müşahidələr. İndi gəlin onların hər birini açıqlayım mən. Səsli formada açıqlayacağım. Dərsimiz ödənişli dərsi olduğu üçün daha sonra PDF-ini də noyabr ödənişli qrupuna atacağım. Amma sadəcə burada indi səsli formada izahımı verəcəm. Deməli, müəllimlər, indi izahımı verirəm ki, necə müşahidələr? Baxın, uzun müddətli müşahidə dediyimiz zaman burada bir uzun müddət lazımdır. Yəni, nə qədər müddət? Hansı ki, biz Emilia'da deyirdik, layihə əsaslı təlim modeli. Baxın, o qədər uzun müddət. Yəni, ən azı bir bitkinin böyüməsi qədər uzun müddət. Ən azı bir heyvanın qulluq edilərək böyüməsi qədər bir uzun müddət. Yəni, burada, məsəl üçün, bitkini neynirik? Əkirik, toxumunu əkirik. O böyüyür, daha sonra ona qulluq edirik, o çiçək verir, bar verir, meyvə verir, hər nəsə. Artıq bunun üçün bir bizə müddət lazımdır, bir uzun müddət lazımdır. 3 aymı, 6 aymı, yəni nə qədər olursa olsun bir aydan çox olsun da, yəni bu müddət uzun müddətli müşahidə üçün effektivdir. Amma qısa müddətli müşahidə, adicə qarışqa yuvasına tutaq ki, deyirəm, yemək daşıyır. Bunu mən ani gördüm və bu qısa müddətli bir şeydir. Yağış yağır, qısa müddətlidir. Şimşək çaxır, qısa müddətlidir. Yarpaqlar tökülür, qısa müddətlidir. Yəni, sadəcə bir anlıq olan bir şeylər qısa müddətlidir. Amma daha çox vaxt, zaman sərf edilərək əldə etdiyimiz müşahidələr isə uzun müddətli müşahidələr olacaq. Bir də var təhlil edici müşahidə. Təhlil edici müşahidədə nədir? Məsəl üçün, adicə bir limondur da. Limonu neynirik? Dadırıq. Dadma əsasında bilirik ki, onun dadı turşdur. Toxunuruq. Toxunma əsasında bilirik ki, məsəl üçün, oval formasındadır. Forması necədir? Bərkdirmi? Yumşaqdırmı? Neynədim? Təhlil elədim. Nəyin əsasında? Toxunma əsasında, dadma əsasında, görmə əsasında. Deməli, təhlil edici müşahidə daha çox bizdən analiz etmə bacarığını tələb edir. Yəni, biz ona toxunaq, toxunma əsasında bilək ki, bərkdir, yumşaqdır, istidir, soyuqdur, nə formadadır. Bu mənada önəmlidir. Bu bizim üçün əsas məqamlardan biridir. Ətraf aləmlə tanışlığın əsas vəzifələri nədir? Uşaqlarda bilik, bacarıq, vərdiş formalaşdırır. Milli, mənəvi dəyərlərə bağlılıq formalaşdırır.
əmək bacarıqlarını formalaşdırır, estetik və əxlaqi tərbiyəni formalaşdırır, vətənpərvərlik, yurda məhəbbət hissini, hansı ki, burada həm əməksevərlik özünü göstərir, həm vətən sevgisi, həm milli dəyərlər, həm təbiətin gözəlliyini duymaq, həm sensor qavrayışın inkişafı kimi nüanslar uşaqlarda inkişaf etmiş olur. Bu formada yadınızda qalsın. Sonra, bayaq dedim ki, uşaqların təfəkkürünə bir növ və nitqinə təsir edir. Burada uşaqlar təfəkkür cəhətdən uşaqlarda cins və növ anlayışı formalaşır. Məsəl üçün, bilir ki, meyvələr deyəndə bura meyvələr daxildir. Heyvanlar deyəndə bura heyvanlar daxildir. Nə oldu? Nə baş verdi? Uşaqda növ, cins anlayışı formalaşdı. Hansı məşğələdə? Ətraf aləmdə tanışlıq məşğələsində. Daha sonra burada uşağın nitqi də, məsəl üçün, nə edəcək? Uşaq obyekti adlandırır və əlaqə qurur. Bilir ki, məsəl üçün, almadır, armuddur, nardır, meyvədir. Artıq onu adlandıracaq. Deyəcək, alma, armud, nar. Adlandırdı mı? Sonra deyəcək ki, böğürtən, moruq, bunlar gilə meyvədir. Artıq uşaqda həm nitq, həm də nə formalaşacaq? Təfəkkür. Nitq odur ki, adlandıracaq, təfəkkür odur ki, onları ayırd edəcək. Biləcək ki, gilə meyvəyə nə aiddir, meyvəyə nə aiddir. Baxın, bu artıq təfəkkürün olmasından xəbər verəcək. Bu formada yadımızda qalsın. Sonra bizə lazımdır burada nə? Bizə lazımdır burada əsas məqam bayramlar. Bayramlar bilirsiniz. İctimai-siyasi bayramlar var, məişət bayramları var, mövsümü bayramlar var. İndi gəlin onları da qəşəng bir formada mənimsəyək. Birinci növbədə bizim ictimai-siyasi bayramlarımız. İctimai-siyasi bayram deyəndə bizə bu da bir yerdən tanış gəlməlidir. Hardan? O dramlaşdırılmış oyunlar demişdik, yadınızdadırsa. Dramlaşdırılmış oyunları öyrənəndə demişdik, axı onlar real həyati situasiyalara əsaslanır. Yəni daha çox real həyatdan özünü göstərir. Belə ki, ictimai-siyasi hadisələr də heç vaxt nağıllarda özünü göstərməyəcək. Sabah deyəcək ki, ictimai-siyasi hadisələri biz nağılvari də uşaqlara öyrədə bilərik. Baxın, ən böyük səhv etmiş olarsınız. Çünki ictimai-siyasi hadisələr birbaşa olaraq reallığı özündə əks etdirdiyi üçün orada nağıllar daha çox fantaziyaya, uydurmaya əsaslandığı üçün nağıllar istifadə edilə bilməz. Daha çox şeir və hekayələrdən istifadə oluna bilər. Ona görə də biz burada nə edəcəyik? İctimai-siyasi bayramlar hansı bayramlardır? Burada daha çox 8 mart, 28 may, 18 oktyabr, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü, sonra 8 noyabr zəfər tariximiz, sonra 20 yanvar, sonra 26 fevral qarşıdan gəlir Qanlı Xocalı. Məsəl üçün, bunlar artıq ictimai-siyasi bayramlar kimi adlanır. Amma Xocalı faciəsi ilə 20 yanvar tədbir kimi qeyd olunur, bayram kimi yox. Yəni, onlar tədbirdir. Bayramlar isə daha çox coşqu ilə, daha çox bizim coşqulu şəkildə qeyd etdiyimiz, hansı ki, məsəl üçün, zəfər tarixidir, hansı ki, 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günüdür, 18 oktyabrdır, 28 maydır, məsəl üçün, bunlar daha coşquludur. Amma 20 yanvardır bizim hansı ki, qanlı yaddaşımıza yazılmış bir tarixdir, 26 fevraldır. Biz onları tədbir kimi və uşaqlara qanla deyil, məzarlarla deyil, sadəcə olaraq şəhidlərimizin bizim üçün ölməz olduğunu və onların bizim qəlbimizdə daim yaşayacağını və bizim üçün öz canlarından keçdiyini sadə formada, uşaqları qorxutmadan, onlarda fobiya yaratmadan sadə formada izah edərək formalaşdırırıq. Yəni, səhnəcik halına gətirim, ana bir tərəfdə, övladı bir tərəfdə, qanlar içində filan. Artıq bunlar qəti şəkildə, belə deyək, pozuntu kimi qəbul olunur və qəbul olunmur. Yəni, bu nüanslar artıq qəbul olunmazdır ki, uşaqlarda qorxu, fobiya kimi hissləri formalaşdırır. Ona görə də sadə bir şəkildə uşaqlara izah edirik və onlara şəhidlərimiz haqqında qısa bir formada onların yaddaşına, yəni onları daha gözəl, ölməz olaraq, necə deyərlər, bizim həmişə qürur və iftixar hissi yaşamağımıza səbəb olacaq bir qəhrəmanlar olaraq onların yaddaşına və ürəklərinə hiss edirik. Buna deyilir ictimai-siyasi bayramlar.
Növbəti bayramımız isə məişət bayramlarıdır. Məişət bayramında 4 dənə bayram var. Hansı ki, inşallah ki, qarşıdan gəlir Ramazan bayramı, daha sonra Novruz bayramı, daha sonra Yeni il, daha sonra Qurban bayramı. Bu 4 bayram məişət bayramının içərisindədir ki, bu bayramlar milli ənənələrimizlə bağlıdır. Sevincdir, xalq oyunlarına maraqdır. Bu oyunlarda özünü göstərir. Növbəti bayramımız mövsüm bayramlarıdır. Məişət bayramları daha çox milli cuşə ilə əlaqəlidir. Amma mövsümi bayramlar təbiət cuşəsi ilə əlaqəlidir. Mövsümi bayramlar da məsəl üçün belə bir şey deyim. Hansı ki, uşaqlara deyirik ki, bahar bayramı, baharın gəlişi ilə bağlı bahar bayramı edirik. Payızın gəlişi ilə bağlı bu il çox maraqlı müəllimlərim eləmişdi, payız bayramı edirik. Yəni bu formada uşaqlar üçün hər mövsümün gəlişini onlara necə deyirlər, yadda qalan şəkildə mənimsədirik. Buna da deyirlər mövsümi bayramlar. Sonra əlavə olaraq bizim kukla teatrlarımız var, əyləncələrimiz var. Hansı ki, kukla teatrları daha çox məktəbə hazırlıq qruplarında təşkil olunur. Aşağı yaş qrupunun uşaqları isə onları izləmək üçün gəlir, əyləşir. Və kukla teatrı vasitəsilə biz uşaqlarda daha çox əxlaqi cəhətdən də, estetik cəhətdən də tərbiyələndirmiş oluruq. Həmçinin elə ətraf aləmlə tanışlıq uşaqlarda bir çox tərbiyənin başlanğıcını qoyur. İstər əqli cəhətdən, istər estetik cəhətdən, istər əmək cəhətdən, istər əxlaqi cəhətdən, ekoloji cəhətdən. Demək olar ki, bütün tərbiyələri kompleks formada formalaşdıran bir məşğələdir. Əxlaqi cəhətdən məsəl üçün nə edirik? Biz burada bayramlarla tanış oluruq və o bayramların xalqımızın qədim adət-ənənələri ilə bağlılığını başa düşürük. Böyüklərə qarşı hörmət hissini mənimsəyirik burada. Daha sonra əqli cəhətdən müşahidəçilik bacarığımız inkişaf edir, təfəkkürümüz genişlənir. Daha sonra estetik cəhətdən təbiətdən zövq alır uşaqlar, üstəgəl ekoloji cəhətdən təbiəti qoruyur uşaqlar. Yəni bu formada uşaqlarda bütün tərbiyə, əmək cəhətdən ekskursiyalarda əməklə məşğul olaraq onlarda əmək tərbiyəsi inkişaf edir. Yəni gördüyünüz bütün anlamlarda ətraf aləmlə tanışlıq məşğələsi çox mühüm bir rola malik olur. Sonra gəldik burada gəzinti və ekskursiyaya müəllimlər. Gəzinti və ekskursiya ətraf aləmlə tanışlıqda çox önəmlidir və testlərdə də, baxın, bu ilki testlərdə ən çox nədən sual düşmüşdü? MİQ imtahanında ən çox sual elə ekskursiya ilə gəzintidən düşmüşdü. Hətta mən deyim sizə ki, bu MİQ imtahanında ən çox sual ətraf aləmlə tanışlıq məşğələsindən düşmüşdü. Riyaziyyatdan bir sual var idi, savad təlimindən bir sual var idi, bədii təfəkkürdən bir sual var idi, amma ətraf aləmlə tanışlıqdan hardasa bir 5-6 sual var idi. Hansı ki, onlardan 3-ü 4-ü gəzinti, ekskursiya ilə bağlı idi. Biri səhv etmirəmsə tam olaraq yadımda deyil, bayramlarla əlaqəlidir. Yəni daha çox bu MİQ imtahanında ətraf aləmlə tanışlığa üstünlük verilmişdi məşğələlərdən. Ona görə də sizin üçün də bunu mütləq bilməlisiniz. Diaqnostikada daha çox üstünlüyü riyaziyyata vermişdilər. Amma bu il MİQ-də ətraf aləmə verdilər. Ona görə də metodikaları bilməyimiz çox bizim üçün önəmlidir. Ona görə bilmirik ki, sabah sertifikasiyada hansı məşğələni daha çox verəcəklər sual formatında. Dediyim kimi, daha çox metodik hissəni, daha çox məşğələləri, standartları tam şəkildə mənimsəməlisiniz. İndi gələk gəzintiyə. Gəzinti müəllimlər. Gəzinti birinci növbədə qeyd edim ki, uşaqlarda həm fiziki cəhətdən, həm əqli cəhətdən, həm tərbiyəvi cəhətdən, həm estetik cəhətdən önəmli bir faktordur. Və gəzintidə bizim qeydə almalı olduğumuz məqam nədir? Temperatur əgər həm gəzintidə, həm ekskursiyada 5 dərəcədən aşağıdırsa, gəzinti müddəti azaldılır. Küləyin sürəti 7 metr/saniyədən çoxdursa, gəzinti müddəti azaldılır. Əgər şaxtalı hava, üstəgəl küləyin sürəti 11 metr/saniyədən çoxdursa, gəzinti təşkil olunmur. Uşaqlar çöldə olmamalıdır. Bu da bizim üçün yaddaşımıza əks olunsun. Daha sonra gəzinti zamanı uşaqlarda fiziki cəhətdən əzələlər möhkəmlənir, uşaqlarda çevikliyi artır, cəsarət, özünə inam, maneələri aşma, tarazlıq, dözümlülük kimi məqamlar inkişaf edir.
İdraki cəhətdən uşaqda müşahidə, obyektlərlə tanışlıq, təfəkkürü, nitqi inkişaf edir. Tərbiyəvi cəhətdən uşaq artıq təbiətə qarşı hörmətlə yanaşır. Uşaqda artıq tarixi mədəni yerlərə, məsəl üçün ekskursiya zamanı, tarixi mədəni yerlərə ekskursiya zamanı uşaqlarda bir necə deyərlər, milli kimliyin dərki, fəal vətəndaşlıq mövqeyi formalaşır. Estetik cəhətdən uşaq təbiətin gözəlliyini duyur, hiss edir, estetik zövq və gözəlliyi dərk edir. Bu formada yadınızda qalsın. Və gəzintinin özünün mərhələləri var. Hansı ki, bu mərhələləri daha çox müəllimlərimiz planına əsasən daha yaxşı bilər. Yəni, hal-hazırda işləyən müəllimələr gəzintinin mərhələlərini öz planlarına baxsalar daha gözəl mənimsəmiş olarlar. Orada yazırlar çünki, məsəl üçün, birinci növbədə nə edirsiniz? Uşağın əqli fəaliyyəti üçün müşahidə verirsiniz. Və bu müşahidədə uşaq nə edir? Təbiət hadisələrini müqayisə edir, təhlil edir və siz burada o müşahidə edən ərəfədə uşağa suallar verə bilərsiniz. Uşaq üçün tapmacalardan istifadə edə bilərsiniz. Uşaq üçün bədii sözlərdən, atalar sözündən istifadə edə bilərsiniz. Məsəl üçün, ağacı müşahidə edirsək, daha da bədilik qatmaq üçün, daha da gözəl bir əyləncə qatmaq üçün ona aid bir tapmaca deyə bilərsiniz. Və yaxud bir atalar sözü deyə bilərsiniz ki, o uşaq üçün daha maraqlı olsun və yadda qalan olub, onun uzun müddətli yaddaşına hifz olunsun. Daha sonra ikinci hərəkətli oyunlar veririk. Çünki uşaq artıq əqli cəhətdən beyni biraz da olsa yorulduğu üçün avtomatik nə etməliyik? Uşağı emosional cəhətdən rahatlatmaq üçün, gərginliyi aradan qaldırmaq üçün hərəkətli oyunlar veririk. Hərəkətli oyunlar vasitəsilə də qaçır, tullanır, topu diyirlədir, tutur, idman oyunları edə bilər, fərdi hərəki fəallıq edə bilər, rollu oyunları edə bilər. Yəni, əsas məqsəd burada uşağın o yorğunluğunu aradan qaldırmaqdır. Yəni, burada bir idraki məqsəd yoxdur. Sonra, əmək fəaliyyəti verirsiniz. Fərdi əmək, yarım qruplarla əmək, kollektiv əmək. Fərdi əmək necə? Məsəl üçün, oyuncaqları yığır, təbiətdə sadə tapşırıqları yerinə yetirə bilər. Yarım qruplarla əməkdə, məsəl üçün, uşaqları yarım qruplara bölürsünüz. Bir qrup çiçəklərə su verir, digər qrup yarpaqları toplayır. Kollektiv əməkdə də bağda hamı bir yerdə iş aparır. Sonra, məsəl üçün, qum meydançası ola bilər ki, qum meydançasında bircə fəaliyyət göstərə bilər uşaqlar. Yəni, bu formada artıq ən sonda isə sərbəst mərhələdir və sərbəst oyunlardır. Uşaqlar artıq burada öz seçimlərinə uyğun sərbəst fəaliyyətlərlə məşğul olacaqlar. Buna da deyilir gəzintinin mərhələləri. Bu belə. Gəldik ekskursiyaya. Ekskursiyanın da özünə məxsus mərhələləri var. Və müəllimlər, ekskursiya 90 dəqiqə müddətində çata biləcəyimiz bir ərazidə olmalıdır. Yəni, 1 saat yarım ərzində biz ora gedib çatmalıyıq və ekskursiyaya gedərkən yollar, necə deyərlər, belə, yəni, pis gündə olmamalıdır. Hansı ki, uşağın, üzr istəyirəm, qaytarmaması üçün, pis hallara düşməməsi üçün, yəni, yollar da düz olmalıdır, təmiz olmalıdır ki, uşaqlar sağlam şəkildə, təhlükəsiz şəkildə getsinlər, ekskursiya etsinlər, daha sonra qayıtsınlar və biz artıq qrup otağında onun müzakirəsini aparaq. İndi birinci növbədə ekskursiyanın hansı mərhələləri var? Tərbiyəçi müəllimənin ekskursiyaya hazırlığı var. Tərbiyəçi müəllim nə edəcək? Əvvəlcədən gedəcək, həmin o hansı ki, uşağı aparacağı yer haradır, hara aparacaq onları ekskursiyaya? Orayla bir tanış olacaq, ən azı bir 2-3 gün əvvəldən. Lazımı ləvazimatları hazırlayacaq, təhlükəsizlik qaydalarını nəzərə alacaq, uşaqlar üçün geyimi təmin edəcək. Ondan sonra ekskursiya üçün şəraiti təşkil edəcək. Məsəl üçün, ekskursiyanın məqsədini uşaqlara izah edəcək, onlardan maraq oyadacaq, qrupu təşkilatlandıracaq. Ondan sonra uşaqları ekskursiyaya hazırlayacaq. Məsəl üçün, ekskursiya mövzusu barədə ilkin məlumatlar verəcək, diskusiyalar aparacaq, davranış qaydalarını izah edəcək. Sonra ekskursiya təşkil olunacaq. Burada artıq tərbiyəçi uşaqların müşahidələri, sual-cavabları, təcrübə ilə öyrənməsini formalaşdıracaq. Ən sonda isə ekskursiya yekunlaşacaq. Artıq qayıdışdır. Qrup otağında uşaqlar müzakirə edir. Uşaqların təəssüratlarını hekayə və rəsmlə ifadə edəcəklər. Oyun və fəaliyyətlə nəticələr möhkəmləndiriləcək. Buna da deyirik artıq yekun, ekskursiyanın yekunlaşması mərhələsi.
Bura qədər öyrənəcəksiniz müəllimlər. Yəni ekskursiya istər muzeyə də ola bilər, istərsə bir əmək bacarığı formalaşdırmaq üçün daha çox biz ekskursiyaları əmək bacarığına doğru etməliyik ki, məsəl üçün bir ola bilər çay plantasiyasına, Lənkəran bölgəsindəsinizsə, məsəl üçün cənub zonasındasınızsa, daha çox fındıq, daha çox çay, məsəl üçün limon, o belə deyək faktorları nəzərə alaraq əməyi sevdirmək üçün uşaqlara o istiqamətdə ekskursiya təşkil edə bilərsiniz. Bakıdasınızsa, məsəl üçün çörək zavodlarına uşaqları apara bilərsiniz. Sonra digər rayonlarda, məsəl üçün Göyçaydan olanlarınız varsa, hansı ki müəllimlərimiz, məsəl üçün o rayonda daha çox nar olan plantasiyalara uşaqları apara bilər. Yəni bu formada daha çox əmək bacarıqlarını inkişaf etdirmək üçün uşaqlarda bu istiqamətdə işlər, ekskursiyalar təşkil etməlimiz məqsədə uyğundur. Və ekskursiyanın əsas məqsədi uşaqları əməyə hazırlamaqdır. Amma gəzinti isə daha çox uşaqlarda müşahidə və əyləndirici bir xarakter daşıyır. Bu formada yadınızda qalsın müəllimlər. İndi nə sualınız varsa verin, ətraf aləmlə tanışlıqla bağlı. Çox sağ olun Cəmilə müəllimə. Siz sağ olun. Çox gözəl izah elədiniz, ən xırda detallarına qədər. Siz Minnətdaram sizə. Mən sizə minnətdaram. Çox sağ olun səbirlə dinlədiyiniz üçün. Salam, axşam xeyir. Bir danışaq. Buyurun can verin. Hə. Cəmilə, çox xahiş edirəm. Ekskursiyanı dedik ki 90 dəqiqə müddətində olmalıdır. Yox, mən qeyd edirəm. Deyin. Hə, mən özümdə qeyd edirəm. Ekskursiya neçə mərhələdən ibarət olur? Dedik ki, gəzinti 5 mərhələdir. Ekskursiyanın da belə deyək də mərhələləri 5 dənədir. Sadəcə ekskursiyanın 3 dənə hissəsi var. Hansı ki, hazırlıq mərhələsi, ekskursiyanın gedişi və ekskursiyadan sonrakı işlər. Bu onun hissələridir. Onu demədim bayaq. Yaxşı yadıma saldınız. Bu onun 3 dənə hissəsidir. Hazırlıq, ekskursiyanın gedişi, bir də ekskursiyanın sonrası, ekskursiya sonrası işlər. Bir də var ekskursiyanın mərhələləri. Mərhələlər belədir. Tərbiyəçi müəllimənin ekskursiyaya hazırlığı, ekskursiya üçün şəraitin təşkili, uşaqların ekskursiyaya hazırlanması, ekskursiyanın keçirilməsi, ekskursiyanın yekunlaşdırılması. Aydın oldu mu? Çox sağ olun. Siz sağ olun. Aydın. O hissələri də hansılardır? Məsəl üçün hazırlıq mərhələsi müəllim və uşağın hazırlığıdır burada. Yəni mövzunu təsvir edir, onun proqramını, məzmununu, hamısını təşkil edir. Bu hazırlıq mərhələsi. Sonra gedişi artıq burada aparıcı yeri müşahidə tutur, uşaqlar obyektlə tanış olur. Burada gedişli artıq ekskursiya sonrası işlərdə qrup otağında daha çox özünü göstərir ki, artıq burada belə deyək, oradan gətirdiyimiz materiallar üzərində iş apara bilərik. Sənət əsərlərinə baxılıbsa, onlar üzərində iş aparıla bilər. Yəni daha çox müzakirə, diskussiya bu formada aparılır ekskursiyadan sonrakı işlərdə. Deməli, 3 dənə əsas hissəsi olacaq. Hazırlıq, gedişi, bir də sonrası işlər. 5 dənə də əsas mərhələsi olacaq. O da qeyd etdiyim məqamlar. Aydın oldu mu? Bu formada yadınızda qalsın. Cəmilə müəllimə bir sual verə bilərəm. Salam, necəsiz? Salam Gülarə müəllimə, buyurun can. Müəllimə, hansı qrupdan yuxarı aparmaq olar ekskursiya uşaqlar? Ekskursiya müəllimə adətən belə deyim, böyük qrupdan sonra aparmağımız daha məqsədə uyğundur. Böyük qrupun hətta ikinci yarısından sonra, yəni ikinci rübündən sonra. Çox sağ olun müəllimə. Siz sağ olun. Təşəkkür edirəm izahınıza görə. Mən sizə təşəkkür. Çox sağ olun. Siz sağ olun. Gəzintini amma aşağı yaş qruplarından etibarən aparırıq. Hətta onu belə deyim, vaxt müddəti də nəzərə alınmalıdır. Məsəl üçün, gəzintini də birinci və ikinci körpələr qrupunda daha çox məqsəd yönünə aparmırıq. Yəni, orta qrupdan etibarən məqsəd yönlü şəkildə aparılır gəzintilər. Birinci və ikinci körpələr qrupunda isə daha çox elə çıxsın, gəlsin bu formadadır. Amma orta qrupdan etibarən artıq təfəkkür psixi prosesi formalaşdığı üçün uşaqda artıq əlaqə qurma, səbəb-nəticə əlaqəsi dərk etmə, məntiq inkişaf edir deyə artıq uşaqda məqsəd yönünə aparılır. Orta qrupda, məsəl üçün, belə deyək, 15-20 dəqiqə, sonra artıq 4-5 yaşda 30 dəqiqə 1 saat arasında, 5-6 yaşda isə artıq 1 saat yarım 2 saat ərzində aparıla bilər. Bu formada yadımızda qalsın.
Qalma, ondan sual verir. Aha, verin. İkinci körpələr qrupunda gəzinti sağlamlaşdırıcı məqsədlə keçirilmir. Məsələn, bunlarda onun şey olmaz. Elə keçirilmir ki, müəllim. Sağlamlaşdırıcı Tədbirlər məqsədi ilə də, bəli. bəli, elə. Müəllim, orada bir də sərbəst oyun olmur deyəsən, kiçik qruplarda. Onsuz da birinci və ikinci körpələr qrupunda daha çox müəllimənin nəzarəti olur deyə, yəni orada ona o qədər də önəm verilmir, yəni sərbəst oyunlar. Amma orta qrupdan etibarən Sərbəst olmur. bəli, orta qrupdan etibarən artıq verilir. Başa düşdüm. Mənim axşamınız xeyir. Hər vaxtınız xeyir. Buyurun Tüzəli müəllimə. Müəllimə bayaq dedik ki, mövsümi bayramlar olur təbiət köşəsində. Aha, bəli. İctimai siyasi bayramlar hansı köşəyə aid etmək olar? İctimai siyasi bayramlar da daha çox bizim özümüzə aid olduğu üçün onu da milli cöşə ilə əlaqələndirə bilərik. Yəni məişətlə ictimai siyasini milli cöşə ilə əlaqələndirsək, mövsümi bayramlarda təbiət köşəsindən. Çünki zəfər tarixini filan da axı bizim özümüzündür və onu da daha çox milli cöşə ilə əlaqələndirib Şəhidlərimizin şəkilləri var, məsəl üçün. Bəli, milli kimliyin dərki və iftixar hissi üçün birbaşa rol oynayacaq. Çox sağ olun. Sağ olun. Cəmlə müəllim, siz qeyd etdiniz ki, mövsümi bayram olaraq payız bayramı, bahar bayramı, məişət bayramında da Novruz bayramı. Bunu necə fərqləndirə bilərik? Belə fərqləndirəcəksiniz də Aynurə müəllimə. Novruz bayramı kimi verilsə məişətdədir. Yazın gəlişi ilə əlaqəli məsəl üçün versə, artıq desək ki, yazın gəlişi ilə əlaqəli olaraq məsəl üçün bayramların təşkil olunması, günlərin ayrılması o artıq olacaq mövsümi bayramlarda. Amma Novruz bayramının adı sırf olaraq məişət bayramındadır. Yəni Novruzdur, yeni ildir, sonra Ramazandır, bir də Qurbandır. Bu dördü sırf olaraq məişətdədir. Yadınızda belə qalsın. Amma yazın gəlişi, payızın gəlişi ilə əlaqəli olsa, onu artıq götürəcəyik birbaşa olaraq mövsümi bayramı. Məsəl üçün bahar bayramı desək. Deyin. Mən deyim bir dəqiqə. Uşaqların bayramı. O da ictimai siyasi bayramdır. Səhavət müəllimə, səsim qayıdır. İctimai siyasidir. Sonra nəsə demək istəyirdiniz? Deyin, cavablandırım. Müəllimə, zəhmət olmasa 2-1-4 standartında dediniz ki, ikinci körpələr qrupunda da adlandırır, böyük qrupda da adlandırır. Zəhmət olmasa onları necə fərqləndirmək? Bir də zəhmət olmasa deyərdiniz də onu. Deyim. Məsəl üçün 2-1-4 dedim, yoxsa 2-1-3-də dedim. Ətraf aləmdə baş verən hadisələri adlandırır, onu deyirsiniz. 2-1-3-də dedim onu. Bəli. 2-1-3-də dedim. 2-1-4-də canlı və cansız idi. 2-1-3-də isə ətraf aləmdə baş verən hadisələri adlandırır. İndi müəllimə, bir var müşahidə etdiyi əşyaları adlandırır 2-1-3-də. Bir də var ətraf aləmdə baş verən hadisələri adlandırır. Müşahidə etdiyi əşya nədir? Məsəl üçün stolun üstündə bir dənə kitab varsa, onu müşahidə edir və adlandırır. Deyir, bu kitabdır. Bu müşahidə etdiyini adlandırmaqda bu 2-3 yaşdadır. Və yaxud deyirsiniz ki, bu nədir? Məsəl üçün oyuncaqdır, bir dənə oyuncaq ayıdır. 2-3 yaşda. Uşağa göstərirsiniz və sual verirsiniz. Ayxan, bu nədir? Ayxan deyir, bu maşındır. Neyi nədir? Gördüyünü, müşahidə etdiyini adlandırdı. Bu 2-3 yaşdadır. 4-5 yaşda isə ətraf aləmdə baş verən hadisələri adlandıracaq. Necə? Məsəl üçün, pəncərədən baxan bir uşaq düşünün. Əli pəncərədən baxır, deyir, yağış yağır. Günəş çıxanda isə deyir, günəş çıxır. Artıq uşaq neynədir? Ətraf aləmdə baş verən bir hadisəni adlandırdı. Bir var müşahidə etsin, adlandırsın. Bir var ətraf aləmdə baş verən hadisəni adlandırsın. Müşahidə etdiyi budur ki, müəllimə deyir ki, oyuncağı göstərir. Ayxan, bu nədir? Ayxan cavab verir, bu ayıdır. Bu 2-3 yaşdadır. Bir də var, uşaq özü deyir. Deyir, pəncərədən baxır və deyir, yağış yağır, qar yağır, günəş çıxır. Bu isə artıq 4-5 yaşdadır. Müəllimə, birində deyir, əşyaları adlandırır, birində deyir, hadisələri adlandırır. Bəli. Böyük qrupda elə ki, ekoloji sualları adlandırır, amma balaca yaşda əşyaları, belə başa düşək müəllimə? Elə bilin ki, belə yadın, müəllimə, Tüzali müəllimə qəşəng dedi.
Onu baxın, hadisələr varsa 4-5 yaşdır, əşyalar varsa 2-3 yaşdır. Belə yadınızda qalsın. Əşyanı Həm də mənim adlandırma. adından göründüyü kimi ətraf aləm böyük qrupdan başlayır. Bəli. Ətraf mühit. Bununla da yadda saxlamaq olar. İndi hərənizin görürsüz, hərənizin bir metodu var da, evristik metod deyirik. Hər kəsin özünün beyninin bir necə deyim, qəbul etmə forması var. Məsəl üçün Tünzalə müəllimənin dediyi metod mənə daha yaxın gəldi. Mən bilirəm ki, hadisə olsa böyük qrupdadır, amma əşya olsa ikinci körpələrdədir. Məsəl üçün mən bunu daha yaxşı qəbul etdim. İndi siz onu elə qəbul edirsinizsə, sizin üçün o daha uyğundur deməli. Yəni ona görə hər kəsin özünün bir metodu olduğu üçün necə mənimsəyirsinizsə, o formada da yaddaşınızda hifz edin. Yaxşımı? Müəllimə, təşəkkür edirəm, aydın oldu. İkinci sualım ondan ibarətdir ki, gəzinti zamanı biz fərdi iş vermirik uşaqlara. Gəzinti zamanı Məsəl üçün, yox. idman məşğələsində, üzr istəyirəm, idman məşğələsində hansısa uşaqlar, yəni nailiyyət qazanmayıblar. Biz onları sanki idman məşğələsində yəni müvəffəqiyyət qazanmayan uşağı bir də məşq elətdiririk açıq havada. O fiziki inkişaf üçün deyirsiniz da siz. Bayaq dedim, məsəl üçün gəzinti uşağı. Onu etdirə bilərsiniz, amma yəni onu standart olaraq yazmırsınız da. Onu sadəcə başa düşdünüzmü? Yəni yazılı şəkildə deyil. Standart olaraq elə bir şey yoxdur. Müəllimə, mən onu misal üçün planda yazıram, amma ki quizdə düşəndə, yəni onu səhv cavab kimi qəbul edilər. Ona görə bu sualı verdim sizə. Yəni düzgün deyil əslində. Mən də onu demək istəyirəm ki, yəni edə bilərsiniz, amma standart olaraq onu yazmanız düzgün deyil da, yəni. Aydın. Mən ola bir söz deyim. Aha, deyin. Gününüz xeyir olsun. Bir də bu, əgər biz həmin günü fiziki məşğələni keçiriksə, həmin, yəni, məsəl üçün, ayın 8-i fiziki məşğələsi varsa bizdə, gəzintidə biz fiziki məşğələdən məşq elətdə fərdi işlə məşğul ola bilmərik. Bəli. Çünki ikisi eyni anda olmaz. Necə ki, rollu oyunla, məsəl üçün, işi sulu kimi veririksə, artıq oyunlarda ondan istifadə edə bilmərik. Eyni şeydir, bəli. Doğrudur. Dəqiqləşdirmək. Bəli, siz sağ olun. Ödənişli dərsdir, bəli. Məsəl üçün, biz idraçdan məşğələ veririksə, 2-1-dən, 2-2, o 2-2 ilə biz inteqrasiyanı götürə bilmərik də. Necə? 2-2 ilə məşğələni verirsinizsə, bir də 2-2 ilə inteqrasiya etmək? Yox, olmaz. Yox, olmaz. Olmaz. Çünki daha o siz ondan... Yox, necə ondan onu inteqrasiya... Ondan götürmüsünüz da məqsədinizi. Eyni yaş qrupu. Mən də onu deyirəm ki, olmaz da. Yəni 2-1 ilə eləmək olur, amma 2-2 ilə sırf eləmək olmaz. Artıq 2-2-dən məqsədi çıxarmısınız da müəllimə. Yəni olmaz. Çox sağ olun. Siz sağ olun. Müəllimə, bir dəqiqə olar sizi. Aha, buyurun. Bu bayaq belə bir cümlələr işlətdi. Özümə biraz qaranlıq qaldı mənə. Yanaşmalar haqqında. Aha, deyin, cavablandırın. Emiliya nəsə dediniz, onu eşitmədim. Zəhmət olmasa bir də o izah edərdiniz. Tamam. Dedim ki, ətraf aləmlə tanışlıq məşğələsi birbaşa olaraq Emiliya yanaşması ilə əlaqəlidir. Çünki biz Emiliyanı öyrəndiyimiz zaman qeyd eləmişdik axı ki, Emiliya uşaqlarda fəal vətəndaşlıq mövqeyi səriştəsini formalaşdıran, ünsiyyət səriştəsini formalaşdıran bir yanaşmadır və birbaşa olaraq xarici mühitlə əlaqəli bir yanaşmadır. Yəni orada ətraf aləmlə tanışlıq məşğələsi mühüm rol oynayır. O formada əlaqələndirdim. Bir də səriştə ilə əlaqələndirdim ki, burada fəal vətəndaşlıq mövqeyi, üstəgəl, burada milli kimliyin dərkini də deyə bilərik. Sadəcə biz milli kimliyin dərki və iftixar hissini daha çox kimə deyirdik? Frebelə deyirdik, düzdürmü? Ona görə çox da beyninizi qarışdırmamaq üçün demirəm. Fəal vətəndaşlıq mövqeyi ilə ünsiyyət səriştəsi birbaşa olaraq Emiliyadadır. Ətraf aləmlə tanışlıq, gəzinti, ekskursiya, bayram, tədbir, əyləncə, hamısı Emiliya yanaşması ilə xarakterizə olunur. Yəni, elə bilin, ətraf aləmlə tanışlıq bərabərdir Emiliyaya, Emiliya da bərabərdir səriştələrdən fəal vətəndaşlığa və ünsiyyət səriştəsinə. Aydın oldu mu? Bəli, aydın oldu, amma Montessori'dən də nəsə dediniz, yoxsa müəllimə? Yox, Montessori'dən heç nə deməmişəm burada. Montessori deyəcəm riyaziyyatda. Burada Montessori'lik heç bir şey yoxdur. Yaxşı, çox sağ olun müəllimə. Sağ olun. Çox sağ olun. Başqa? Cəmdə müəllimə. Bəli. 2-3
Müəllimə, onu gəzintidə sərbəst oyun verə bilmərik. 2-3 yaşda müəllimə, gəzintidə sərbəst oyun necə? Sərbəst oyun daha çox axı uşaqlardan sərbəstlik tələb edir da, belə deyək, daha çox məsəl üçün. Ona görə orada sizin nəzarətinizdə olmalıdır. Orada sizin də bir növ uşaqları yönləndirməyiniz olmalıdır. Hansı ki biz deyirik, 1-3 yaşındakı uşaqlarla müəllimə daha çox məşğul olur, gözündən qoymur. Yəni o cəhətdən yaza bilərsiniz sxem olaraq. Amma yəni daha diqqətli olmalısınız da. Sərbəst oyunlar daha çox ümumiyyətlə orta qrupdan sonra. Ümumiyyətlə gəzintinin özü orta qrupdan sonra daha çox təşkil olunur məqsəd yönlü formada. 1-ci və 2-ci körpələr qrupunda. Bunlarda belə yazırım müəllimə. Axırıncıda məsələn yazırıq gəzintidə 3-cü mövzu sərbəst oyun tərbiyəçinin köməyi, tərbiyəçinin nəzarəti altında. Bəli, onu demək istəyirəm. Bəli. Müəllimə, tərbiyəçinin nəzarəti altında yazır. Bəli. Elə tərbiyəçinin nəzarəti altında olmalıdır. Gözəl söylə qarşı. Xeyrə qarşı can, xeyrə qarşı. Müəllimlər, sualınız varmı? Xeyr müəllimə, belə sualımız yoxdur. İnşallah ki testlərdə də yaxşı taparıq. İnşallah indi testlərlə möhkəmləndirəcəyik. Çox sağ olun müəllimə. Siz sağ olun. Başqa xeyrə qarşı. Başqa kiminsə sualı varsa verə bilər müəllimlər. Digər dərslərlə bağlı sualınız varsa vaxtım var. Deyin, cavablandırın. Müəllimə, olar bir sual vereyim? Bəli, buyurun. Müəllimə, bizdə bir müəllimə var, həmişə onunla biz müzakirələrimiz olur. Ətraf ailəminin tanışlıq məşğələsində mövzu əgər fövqəladə hallardırsa, orada o müəllimə həmişə o mövzunu müzakirə edir ki, sırf fiziki inkişafdan götürülməlidir standart. Amma ətraf ailəmlə tanışlıq məşğələsidirsə, niyə götürülsün? Mən də deyirəm ki, inteqrasiya olaraq fiziki inkişafdan götürülməlidir. Mən də onu elə deyirəm. O gün bir müəllimə də mənə səs atmışdı ki, bəs belə deyir, bir təlimçi də elə deyib ki, 1.3. Hansı təlimçi deyib müəllim ona? Özü məsələn yönləndirilir, özü YouTube-dan falan tapır deyir. Mən də deyirəm ki, mövzun məşğələ nədir? Ətraf ailə. Mən onu deyir alt standart olaraq deyirəm, biz yazdığımız standartların hamısı, məsələn, standart yazılıq nömrəsini qoyuruqsa, onlar alt standartda biz onun önünə köçdürürük. Düzdür? Nömrələr qoyuruq. Məsələn, 216-dırsa falandır. Biz ona da məsəl üçün və əlaqələndirmək istəyirsə, inteqrasiyada fiziki inkişafı yaza bilirik. Bəli. İnteqrasiya kimi verməliyik də, mən də ona deyirəm. O gün mənə də dedilər, mən də dedim ki, müəllimə, mən elə bir şeylə rastlaşmamışam. Yəni, dövlətin verdiyi planlara da baxıram, elə bir şey mənim rastıma çıxmayıb. Bəlkə də mən görməmişəm. Amma yəni, araşdıran bir insan olaraq mən elə bir şey görməmişəm ki, ətraf aləmdə 1.3 ilə verilsin. Həmin o müəllimə deyib ki, standart yazırsınız, sonra yazırsınız ki, 1.1.3. Amma başlanğıçda məşğələnin adı ətraf aləmlə tanışlıq. Yəni, mən ondan rastlaşmamışam, açığı deyim. Bizdə standart nədirsə, 2-1-2, ondan sonra artıq o məşğələyə uyğun mövzunu çıxardıq. Biz yazmalıyıq, ondan sonra inteqrasiyanı 1-3 ilə verməliyik. Yəni, mənim bildiyim qayda budur. Mən bu yöndə öyrənmişəm. Məntiq məşğələsində belə danışasınız inşallah. İnşallah, riyaziyyatı, məntiq riyaziyyatı və tür məşğələsində inşallah ki, bir gün izahını verdiyim zaman paylaşacağım, bəli. İnşallah, təşəkkür müəllimə. Mən sizə təşəkkür edirəm, can. Belə müəllimlər. Başqa kimisə sualı varmı? Müəllimə, axşamınız xeyir. Bir sual verə bilərəm. Buyurun. Müəllimə, mən smart barəsində soruşmaq istəyirdim keçən dəfəki dərsimizdə. Onu qədər yaxşı başa düşmüşdüm. Tamam. Smartın hərfləri barəsində dedilər, açıqlamasını verərdiniz zəhmət. Tamam. Müəllimə, baxın, smart birbaşa olaraq məqsədə xidmət edən bir vasitədir və biz smartı əsasən məqsədi çıxarırıqsa, bizim məqsədimiz effektiv olur. Yəni necə? Məsəl üçün, smartın s-sı var mı? Smart. İlahə müəllimə, balacanın səsi gəlir, İlahə müəllimə. Mənlə bərabər dərsdə iştirak edir. Deməli, müəllimlər, smartın s-sı dəqiqlik deməkdir. Yəni, dəqiqlik necə? Məsəl üçün, məqsəd çıxardanda dəqiq çıxardıram. Deyirəm ki, bir var, uşaq müxtəlif fizik hərəkətləri yerinə yetirir. Bir də var, uşaq qaçır, tullanır. Hansı dəqiqdir? Qaçmaq, tullanmaqda, çünki bilirəm artıq axı, uşaq qaçır, tullanır. Bu dəqiqdir. Amma müxtəlif fizik hərəkətləri isə ümumidir. Burada bilmirəm.
hansını edir, hansını etmir. Deməli, onda dəqiqlik məndən məqsədin dəqiq olmasını istəyir. Yəni, deyir, məqsəd çıxarmısan, əziyyət çəkmirsən, onsuz da onu dəqiq çıxar da. Yəni, onu artıq spesifik elə. Mən baxanda bilim ki, sənin məqsədin uşaqda necə formalaşacaq, uşaqda nəyi formalaşdıracaqsan, 3 dairəsini mi, 5 dairəsini mi, 10 dairəsini mi, qaçmağı mı, tullanmağı mı, iplə mi tullanmağı, dəqiq şəkildə olsun deyir sənin məqsədin. Smartın S-sı budur. Smartın M-sı isə measurable, metrlə yadınızda qalsın. Metr necə ki ölçü vahididir. Yəni burada da M da ölçüdür. Neyinirsiniz? Məşğələnin sonunda uşağın tapşırığı düzgün yerinə yetirib yetirmədiyini yoxluyursunuz, ölçürsünüz, qiymətləndirirsiniz. Deməli, burada artıq nə var? Measurable var. Yəni ölçülə bilənlik var. Buna deyilir M. A-sı isə qrupunuzda zəif də var, biraz yüksək uşaq da var, orta səviyyəli uşaq da var. Deyir ki, müəllimə məqsəd çıxaranda məqsədi sadədən mürəkkəbə doğru yazmalıdır. Niyə görə sadədən mürəkkəbə yazırsınız? Heç sual vermisiniz özünüzə? Ona görə sadədən mürəkkəbə doğru yazırsınız ki, sizin qrupunuzdakı 3 tipajda olan uşağın üçünün də xüsusiyyətini, əqli cəhətini nəzərə alırsınız. Birinci məqsədiniz sadədir, zəif uşaqlar üçündür. İkinci məqsədiniz ortadır, orta səviyyəli uşaqlar üçündür. Üçüncü məqsədiniz artıq IQ-su yuxarı olan, yuxarı təfəkkürlü uşaqlar üçündür. Yəni, Smartın A-sı deyir ki, sənin məqsədin nə asan olsun, nə çətin olsun, uşaq üçün əldə edilə bilən olsun. Buna deyilir Smartın A-sı. Yəni, diferensiallıq prinsipi ilə əlçatanlıq bir-birini tamamlayır. Smartın R-sı deyir ki, sən uşağı məqsədə aparmaq üçün müəyyən vəsaitlərdən istifadə edirsən. Həmin vəsaitlər sənin realistikini, yəni Smartın R-sını, resursları özündə bildirir. Məsəl üçün, meyvələr mövzusunu tədris edirsənsə, meyvələrdən istifadə edəcəksən. Əşyaları öyrədəcəksənsə, əşyalardan istifadə edəcəksən. Yəni, bu formada biz resurslardan, əyani vəsaitlərdən istifadə ediriksə, bu Smartın R-sındadır. T-sı isə sizə verilən vaxtdır. Sən o məqsədi uşaqda nə qədər müddətdə reallaşdıracaqsan. İkinci körpələrdə 10 dəqiqə, 15 dəqiqədir. Birinci körpələrdə 10 dəqiqədir. Orta qrupda 20-dir. Böyük qrupda 25-dir. Məktəbə hazırlıqda yarım saatdır. Yəni, sənə hər yaş qrupu üzrə verilən vaxt ərzində o məqsədi uşaqda formalaşdırmalısan. Buna da deyilir Smartın T-sı, yəni time, vaxt, zamanı nəzərə almaq. Aydın oldu mu? Məsəl üçün, deyəcək ki, testdə 5 dəqiqə ərzində müəllimə uşağa tapşırığı yerinə yetirməyi tapşırır. Bu artıq vaxtdır. Deyəcək ki, müəllimə məşğələnin sonunda uşağın tapşırığı düzgün yerinə yetirib yetirmədiyini yoxlayır. Deməli, M-dır. Müəllimə məşğələni keçərkən, tədris edərkən uşaqların yaş xüsusiyyətlərini nəzərə alır. Məsəl üçün, necə? Sabah belə bir test verə bilər situasiya formasında. Deyəcək ki, ikinci körpələr qrupu üçün məqsəd çıxaran müəllimə rəng çalarlarını fərqləndirir, məqsədini çıxarır. Avtomatik orada hansı prinsip pozulur? Əlçatanlıq. Çünki rəng çalarlarını fərqləndirmək böyük qrup üçün olan bir məqsəddir. Və bu uşaq üçün əlçatan deyil. Əlçatan deyilsə nə pozulacaq? Smartın A-sı pozulacaq. Aydın oldu mu? Bəli, çox sağ olun. Siz sağ olun. Siz sağ olun can. Belə müəllimlər, onda sualınız yoxdursa dərsi yekunlaşdıraq. İnşallah ki, yenidən görüşərik. Özünüzə yaxşı baxın. Video qeydi də düşdü. Müəllimə, axşam. Hər vaxtınız xeyir günlər müəllimə. Buyurun. Necəsiz müəllimə? Yaxşı olasınız. Sizlə bahəm. Müəllimə, əgər mümkün olarsa ödənişsiz dərslərdə bu ekskursiya ilə gəzintini açar sözlərlə izahını atarsınız da. Atacağım, qrupa atacağım, narahat olmayın. Yerləşdirəcəm, amma sadəcə videonu paylaşırsınız, bəyənirsiniz ki, mən də daha çox motivasiya alım sizdən. Belə videolarımız daha çox olsun, yaxşı mı? Görüşərik, onda inşallah. Özünüzə yaxşı baxın müəllimə. Sağ olun müəllimə, gecəniz xeyrə. Xeyrə qarşı görüşərik. Sağ olun. Sağ olun.